Əgər hər hansı bir səbəbdən özünü yaxşı hiss eləmirsənsə, sadəcə bu videoya bax və bir neçə dəqiqədən sonra özünü daha yaxşı hiss edəcəksən. Biz sadəcə səndən sakit oturacağıq və sən öz nəfəsini dinləyəcəksən, rahatlaşacaqsan və əgər negativ hisslər keçirirsənsə, qorxu hissi keçirirsənsə, təşviş hissi keçirirsənsə, stres yaşayırsansa, onlar hamısı səni tərk edəcək. Bunun üçün heç bir şey etməyə ehtiyac yoxdur. Sadəcə rahat otur, sakit bir yerdə və bu videoya baxmağa davam et, qulaq asmağa davam et və beləliklə sən yavaş-yavaş artıq sakitləşirsən. Öz nəfəsini hiss edirsən, necə sənin nəfəsin getdikcə dərinləşir və yavaşlayır. Nəfəs yavaşladıqca sənin sinir sistemin sakitləşir. Sənin beynin belə bir siqnal alır ki, artıq təhlükə yoxdur. Mən tamamilə rahatlaşa bilərəm. Və bu şəkildə sən nəfəsini getdikcə dərinləşdirirsən və yavaşladırsan. 2-yə, 3-ə qədər sayaraq nəfəs alırsan, 2-yə və 3-ə qədər sayaraq nəfəs verirsən. Və aldığın hər nəfəsin fərqindəsən. Bizim aldığımız nəfəs çox xüsusidir. Bu, indi sənin aldığın nəfəs, bu hava, olduğumuz məkanda hər yer havadan doludur. Və bu havanı bizə canlı varlıqlar hazırlayıb. Ağaclar, bitkilər, meşələr və bu hava sənə oradan gəlir. Bu aldığın nəfəs dağlardan keçib, okeanlardan keçib, cəngəlliklərdən keçib, sənə gəlib və sən həmin bu nəfəsi alırsan. Ona görə məmnuniyyətlə nəfəs al və məmnuniyyətlə nəfəs ver. Hər nəfəsdə sən bütün təbiətə bağlanırsan. Əslində hər zaman bu təbiətlə əlaqədəsən, hər zaman təbiətin bir hissəsisən. Sadəcə biz bunu unuduruq, bunun fərqində olmuruq. Və bəzən ona görə də özümüzü yalnız hiss edirik. Əslində bizim ətrafımızda həyat doludur. Bizim ətrafımız həyatla qaynayır. Öz nəfəsini hiss etməyə davam edirsən, nəfəs alıb verirsən, xüsusi heç bir şey düşünməyə ehtiyac yoxdur. Xüsusi nəyisə hiss eləməyə ehtiyac yoxdur. Heç bir şey bloklamırsan. Bu fikir gəlməsin, o hiss gəlməsin, bunların heç birini bloklamırsan. Ola bilsin ki, indi bəzi negativ hisslər üzə çıxa bilər. Kədər, qorxu, ağrı. Ağlaya bilərsən. Bu hamısı çox təbiidir və bu şəkildə olmağa normaldır. Çünki sən indi sağalırsan. Sən indi burada sadəcə varlığında qalaraq şəfalanırsan. Və bütün bu negativlər səndən ilk öncə çıxır. Səni tərk eləyir və bu şəkildə sən şəfalanırsan. Bu şəkildə sağalırsan. Sağaldıqca da ola bilsin ki, növbəti dəfələrdə, ola bilsin indi sən bu var olmağın zövqünü yaşamağa başlayırsan. Var olmaq, şüurda diqqəti saxlamaq xüsusi bir zövq
hissi yaradır. Buna mən dərin zövq deyirəm. Çünki bu zövqü digər şeylərlə müqayisə etmək olmur. Daha dərin, daha gözəldir, daha insanı doyduran, tətmin edən bir xüsusiyyəti var. Harada ki, sən dərin xoşbəxtliyi və tətminliyi təcrübə edirsən. Amma bunu təcrübə etməyə məcburiyyəti yoxdur. Hal-hazırda sən sadəcə rahatlaşırsan. Sadəcə dincəlirsən öz bədənində. Əgər fikirlər çoxdursa, o fikirləri buraxırsan. Yəni, öz ağlınla, fikirlərlə heç bir şey etmirsən. Sanki sən İsa Məsih kimi bir adamsan. Peyğəmbər kimi bir adamsan. Təsəvvür elə. Hər şeyə izin verirsən. Heç bir fikri bloklamırsan. Demirsən, bunu düşünmək olmaz. Bu pis fikirdir. Bu pis hisdir. Hər şeyə yer verirsən. Ola bilsin ki, daxilində bir müqavimət hissi ola bilər. Hansı ki, müəyyən şeylərə yer vermək istəmir. Ona belə yer verirsən. İçində sənə qarşı olan, sənin tərəfində olan müxtəlif səslər, sözlər ola bilər. Hamısına yer verirsən. Yəni, biz tamamilə idarəni buraxırıq. Biz tamamilə rahatlaşırıq. Biz tamamilə dincəlirik. Və bunu etdiyimiz üçün də sağalırıq. An bə an şəfalanırıq. Sən sadəcə zövqlə nəfəs alırsan, zövqlə nəfəs verirsən və sağalırsan. Sən varlıq hissində qaldıqca, rahatlaşdıqca sənin beynindəki dalğalar dəyişir. Sən elə bir dalğaya keçid edirsən, sanki dərin yuxudasan və sən enerji alırsan, güc yığırsan. Bu həqiqi dincilik vəziyyətidir və bunu hiss eləmək çox xoşdur. Dərin yuxuda biz öz mənbəyimizə qayıdırıq və oradan güc yığırıq, charge oluruq. Və səhər recharge olunmuş vəziyyətdə oyanırsan, sən artıq gücün var, enerjin var, yeni bir günü yaşamağa. Və biz bu dinciliyi tez-tez eləsək, daha az yorularıq günün sonunda. Çünki sən artıq dinciliyi təcrübə edirsən, ayıq şəkildə. Bunun üçün mütləq yatmağa ehtiyacın olmur. Sən şüurlu şəkildə dinc olmağı öyrənirsən. Əgər negativ şeyləri hiss edirsənsə, onlara yer verirsən, sadəcə dincliyə davam edirsən. Heç nəyin bitməsini gözləmirsən. Sadəcə dincəlirik və güc yığırıq. Sən məmnuniyyətlə nəfəs alırsan, məmnuniyyətlə nəfəs verirsən, və hər nəfəs verdikcə biraz daha dərindən rahatlaşırsan.
Biraz daha dərindən dincəlirsən. Nəfəsinin dərinləşdikcə və yavaşlatdıqca sən görəcəksən ki, sənin dincliyin rahatlaşır. Dinc olmaq sadələşir, asanlaşır. Nə zaman görürsən ki, fikirlərin çoxdur, çox stres yaşayırsan, sadəcə nəfəsin ritmini dəyiş. 2 saniyə ərzində, 3 saniyə ərzində nəfəs al. 3-ə qədər sayaraq nəfəs alırsan və 3-ə qədər sayaraq nəfəs verirsən. Bu nəfəsin uzunluğunu artıra bilərsən. Nə qədər artırsan, bu qədər də sənin dincliyin dərinləşir. Həqiqi dinclik üçün heç bir şey etmək lazım deyil. Sağalmaq üçün heç bir şey etmək lazım deyil. Sadəcə bütün etdiklərini kənara qoyursan, sadəcə öz bədənində varsan, diqqətin nəfəsində və bu nəfəsdən zövq alırsan, an və an var olmaqdan zövq alırsan. Və bu şəkildə şəfalanırsan, bu şəkildə sağalırsan. Hər dəfə diqqətin yayınanda, onu sadəcə öz nəfəsinə gətirirsən, diqqətin yayınmağı çox normaldır. Sən sadəcə hər dəfə ona yön göstərirsən. Yönü sən təyin edirsən, sən seçirsən. Və sən deyirsən ki, mən istəyirəm mənim diqqətim nəfəsimdə olsun, nəfəsimdə qalsın və mən zövqlə nəfəs almağı öyrənim. Özümü həqiqətən canlı hiss etməyi öyrənim. Bunu dediyin üçün, bunu seçdiyin üçün sənin ağlın bunu səndən öyrənəcək. Və hər dəfə sən dediyin yerə gələcək diqqət. Amma bunu dəfələrlə etmək lazımdır. Bizim ağlımız bir dəfədən başa düşmür. Gərək bir şeyi təkrar edəsən. Və nəhayətdə o bunu öyrənir. Sənin göstərdiyin yol, yön, seçimin çox güclüdür. İstədiyin şeyləri seç ona görə də. İstəmədiyini düşünmə, istəmədiyini seçmə, istədiyini düşün. Nə istəyirsənsə, onu düşün, onu seç. Və o da yavaş-yavaş sənin həyatında əmələ gələcək. Çox xoş oldu səndən bu günləri dincəlmək, oturmaq. Görüşərik.